Salam əziz dostlar. Biz yenidən Əfqanistan veteranları təqdimatını davam edirik. Bu videonu mən 3-4 il bundan qabaq çəkmək istəyirdim. Sonra nəsə bizim Əfqan veteranı Süleymanov Bəxtiyar Bayramoğlu öz də mənim kirvəmdir. Mənim atam, doktorum atam bunun kirvəsidir. Bu da Əfqanistanda olub, amma biraz telefondan istifadə etməyi bu yaxınlarda bacarır. Ona görə özünə qəşəng təzə telefon alır. Təbrik edirəm kirvə. İndi gəlin biz tanış olaq. Kirvə, salam əleykum. Salamlar izləyicilərlə. Bəlkə bir əskər yoldaşın tapıldı. Bəlkə kimsə bəlkə səni axtarır. Bu videomuzu görənlər, səninlə bir şəhərdə, bir uçepkada sluş eləyənlər bir-birinə göndərər inşallah və əminəm ki, kimsə dostunun, tanışını taparıq, burada yazar, biz də onu axtarıb taparıq. İndi gəl özünü təqdim elə, kirvə. Yevlax şəhərinin Qaraməmmədli kəndində doğulub və böyüyüb, indi orada yaşayır. Kirvə, davay danış. Hansı ayda getdin Uçepkaya? Harda Uçepkada oldun? Nə qədər Uçepkada oldun və Əfqanistandan sonra suallar verəcəm. Buyur. Mən 1967-ci təvəllüdəm. 84-cü ildə orta məktəbi qutarıb, Vankomat şoförlüyü oxuyub, 85-ci ilin oktyabr ayında əskəriyə getmişəm, şoförlükdən sonra. Getmişəm Özbəkistan Termez şəhərinə. 15 gün orada olmuşam. Oradan sonra bizi 2 gün Türkmenistan Kuşka şəhəri vardı. Oraya getmişik, oradan da qayıtmışıq. Türkmenistan'ın İyolatan şəhəri vardı. Orada Uçepkada olmuşuz. 2 ay, hardasa bir 20 gün belə şoförlüyü oxuduğumuza görə Yezdalar keçmişik, həm maşın sürmüşük, Kamaz maşınları. Orada bir yerdə olmuşuq. Ondan sonra bizi tamamlayandan sonra Uçepkanın, Əfqanistanın Qunduz şəhəri. Yəni bizdə Gündüz deyirik, amma o vaxtı üstündə də elə Qunduz deyilirdi. Həmin bir şəhərdə olmuş. Kunduz. Kunduz, hə. Orada olmuşam. Orada mənim əskər yoldaşlarım çox olub. Yəni Sovet vaxtı idi. Özbək, Türkmen, nə bilim, Rus, hər bir millətdən. Amma Azərbaycanlardan öz şəhərimizdən olan Yevlax şəhərindən Xəqani var idi. Onlar sonradan görüşmüşük. Burada şəhərdə bir yerdə olmuşuq. Əhməd var idi, öz kətçimdir. Mən olduğum üçün, bizim kətdən çox olublar orada Əfqanistanda, 7-8 uşaq. Yəni biz bir yerdə olduqlarımızı, əskərdə bir yerdə olduqlarımızı deyirəm, Keniyada olan vaxtı. Əhməd də bir yerdə 3 ay olmuşuq, amma sonradan Əfqanistanda Qunduz şəhərində mənimlə bizim Xəqani var idi. Onunla da görüşmüşük, pamuk zavodu var idi, tanıyardım, pamuk zavodu. Onun qarşısındaydı evləri. Gəlmişik, getmişik. Yəni Qarabağ müharibəsində də olanda o vaxtı çağırdı Elçin və Muradən getmişik. Bəzi bizi o vaxtı almadılar o vəziyyətə. Yəni ki, bir veteranlıq, biz bir veteranlıqdan olmuşuq. Fərqi yoxdur, veterandır. Yəni uşaqlarla görüşmüşəm, amma başqa xarici dövlətlər də, indi hələ Sovet İttifaqının vaxtında bir yerdə olan dövlətlər indi xarici sayılır. Belə yəni uşaqlar indi kimsə tanıyar, kimsə istəyər bizi, yenə də əlaqə saxlaya bilərik. Adını çək də bir-iki nəfərin, yenə elə bir Şəkidən filan kəs, Cəllabaddan filan kəs kimi olub yanında? Azərbaycanda mənim yanımda Ucardan var idi. O da bizim kətdən bir qız almışdı. Onu da görmüşəm. Ondan sonra işlədilər.
Türklərdən də belə işlərin biraz öz problemi. Öyle de. Bizden balaca prizifləriydi. Selamlar görüşmüşük. Burada da gene görüşmüşük. Hı. Yani elə için çıxan uşaqlarımız yoktu. Görüşmüşəm məsləhətdən sonra da. Burada belə də ki, kimin gene ürəyi istəyir görüşmək, gene də yəni əlaqə saxlayıb oturmaq olar. Kirve, Afganistan'da danış. Ne iş görürdün? Vodavoskazat sürmürdün yalandan. Avtomobili görmemişsen ya böyle hele. Yo, bizde ancaq kamazlar idi. Məsələn, produkt daşıyırdıq, senaryatda. Özbəkistan Termiz şəhəri var idi o vaxtı. Biz oradan Afganistan'dan gedirdik ora, maşın şoferlər. Oradan produkt, nə bilim, hərbi şeylərdə ola bilər, danışım, senaryatda, zatda. Belə şeylərdə yəni nə lazımdır, yük qədər quruz daşıyırdıq. Yok öyle bir termizi Xayratondan yüklenip kaydırdı. Yo, bizdə Termiz şəhərinə girirdik, Termiz şəhəri. Afganistan'dan gelip gelirdiniz termizi. Afganistan'dan gəlirdik, girirdik orada. Şirxan rayonu idi, kənd idi, bilmem de orada o vaxt elə deyirlər, körpü vardı, oradan keçirdik Termiz şəhərinə, Özbəkistan. Müdariye çayını da, müdariye çayını vurup kesirdiniz. Ana çaydı, oradan körpüden keçirdik, gəlirdik, oradan da Afganistan'ın. Neçən dil də valisi aldın sözü kəsirəm. Ben 85'te əskəriyə getmişəm, 3 ay, 3 ayda olmuşam. Ondan sonra da qalan istənib 2 ay dəqiqli olmuşam. Ay, aydı. Hansı ayında o valisi olmuşsan? 3 ay çıxdı 2-dən. Gör neçə ay eləyir? 2012 aydan 24 ay. Oktyabrda, maysan, oktyabr. Ben Oktyabrda getmişəm. Ondan sonra 3 aydan sonra da Afganistan'a göndərdilər. Deməli 87'nin oktyabrında qayıtmısan evə də. 87'nin oktyabrında da qaldım. 87'nin düz mayından oktyabra kimi Termizdə olmuşam Uçepkada. Yani bir şəhərdə olmuşam. Sen gəlmişsən Maldağınca, mən də orada Uçepkada olmuşam. Mən mərkəzdə şey deyirlər, nədir onun adı? Dvarsavka, biraz daladur. Aha. Hə, Kirvə, deməli Termizdə bir vaxtda bir arada olmuşduq. Prosto görməmişdik bugünü də. Termizdə ças var idi. Biz ças var idi, Termiz şəhərinin içində. Bilməm o vaxtı o necə adlarını yadımdan çıxıbdı. Polkuydu. 3 mərtəbə, bilməm neçə mərtəbə binaydı. Orada yığışırdı uşaqlar. Yəni, bölgü gedirdi orada. Ayto. Ama bizim çatıda bu Şevka'ydı. Öyle mi? Orada da karşısına çıkırdı. Stalov bölümleri değil lan, bu suallar benim Zafer. Stalov vardaydı orada. Stalov vardaydı hemin Çastın məhəlləsində. Çastın məhəlləsində elə bir ki Çastın belə keçirdik, böyür səlim, nətər görsəlim. Elə qabaq böyür işləsin. Qəfədən girdin, solda axırda. Ay öyle görükürdü, sonra binalar idi. Bayaq sonra Azərbaycanlı uşaqlar vardı, Gürcistanın zadı. Görüşmədin onlarla? Elə Onlar da görüşmüşük, elə bil ki, yadda qalmayıb da, indi neçə il keçibdi, gör 87-ni, müvəqqəti biz 15 gün olduq orada. 15 gün orada olmuşuq. Morz içmişsən orada, morz, mantı yemişsən. Yedi. Həmin o taşın qarşısında da çıxırdım, çörək pişirirlər, pyoşka deyirlər. Ay sağ, bölümdə də belə bojqa vardı, mor satırlar, 60 qəpiyə bir şey. Geldik oradan ən çox oldu çörək xoşumuza, arada ondan alıb gətirdi. Bir də gelib kanal kimi şey gelirdi, Stalov vardı, kavanda körpü belə, söğüt ağaçları əymişdilər. Çayxana deyirlər ona. Biraz qabağa gedirdim, çasdan qabağa. Bu ças var ya bizim ças. Sen qabağından da arasında. Bunun dalından biz zabordan hoppanıp gedirik. Parkıydı. Parkın ortasında. Elə biz ondan keçirdik, hə? Besetka kimi yerdi. Orada aşpaz oturup, böyle yerden oturup. İki ayağın arasında yekəyə və belə tavan var, altdan od vurur, təndir kimi. Orada
Bir tərəfdə hazırlaş var idi. Çəkib bir manada verirdi. O bir tərəfdən Hə, təzədən aş bişirirdi. Bir yekə o ləyənin o aşqara hə. ləyənləri oldu. Həmin o zabor yadımdadır. Bir qırıq belə uçuq yeri vardı, keçid Ay, yeri. Biz hə, oradan keçirdik. ay, Hə, heç xəstə olmuşuq. Məsəl görməmişik. hə. Hə, sağ ol. Biz orada 15 gün oldu. Sonra bizi Türkmenistan'a yolladılar. Yevatan şəhər. Orada önce maşın gezdə çıxdı. Orada 15 gün oldum hə. Mübariz kirvədə orada olub bu iş. Bizim əmoğlu Ərzamınki. Bizdən qabaq. Eləmi? Həmin çasta telnicə. Sonradan söhbət elədi. Ərzamın əmoğlu Süleyman əmi. Bizdən 2 yaş böyüdü orada olub. Qəşəng hörməti varmış orada. Prosto o gedəndən əskərdən gəlinəcək biz geçmişik oraya. Anladım, hə. Biraz daha otur, hə. Heç. Dostlar, gördünüz, tanış oldunuz. Süleymanov Bəxtiyar Bayramoğlu 1967 təvəllüd. 85-87 oktyabr Əskər işte. olubdu Əfqanistanda. Bəlkə kimsə gördü, tanıdı. Və orada nə iş görürdü? Qunduzda. Qunduzda biz oradan maşınla gedirdik. Yükləri gətirəndən sonra əskər idik də biz sallar. Oradan yüklər apardı. Saatlı bağram var idi. Oralara maşınla yük taşıydı. Hərbi sitələrdən nə lazım idi gedirdik. Aparırdıq saatlı, zat, gündüz. Biz Qunduz şəhərində, Qunduz şəhərində olduğumuza görə biz oradan nə bilim indi o vaxtı Sovet vaxtı idi. Hər bir çastlara lazımat olan lazımatları daşıyırdıq. Kabula daşımsan da Kabulun özünə. Kabula da getmişik. Bir 2-3 dəfə oralar biz olan vaxtı bilməm indi orada ola bilər gözəl. Biz olan vaxtda yollar çox bərbad vəziyyətlərdə. Bizim kimi indi asfalt belə şeylər yox idi. Hamısı darmadağın yollar idi. Dayalıqlar. Belə yerlərdən gedirdik. Anladım, hə. İndi evet. Ben orada olanda Müşfik. Yusufgil o vaxtı çastları çıxırdı. Bunlar Tankovoy batalonunda, dəsən onlar pexotaydı, taxtadı. Xəbər verənlər ki, Şindatda olur. Şindatda, o tərəfdə olur. Şindatda olub, Şindatdan da keçib getmişəm. Prost əlaqəmiz olmuyor. Ama prost xəbər gəldi ki, biz Ankazmasa gedirmişik oralara. Biraz dala dur. O vaxt indi telefon yox idi. Da indi telefon əlaqə saxlayasan, kim hardadır, nətər görüşəsən. Məktubdan. Məktublar gelirdi. Sonra məktub gəldi ki, Yusuf'dan. Dedi biz, bilməm o vaxtı ayın neçəsi, dedi biz gəlib keçəcək, Qunduz şəhərin yanından keçəcək. Yəni polkda o vaxtı başlamışlar müəyyən hissələri Sovetin oradan çıxardalar. Çıxırdılar. Anladım. Ben getdim. Evet, bir yadıma gəlir. Yadıma gəlir da. Yo, 87 tez dedin. 88'de уже Kandaqar o zona çıxdı. Yox, 87'də onların polku gəlirdi. 87'de Cəllabad çıxdı. Ha, oradan onlar gələndə mən də getdim yolu orada uşaqlardan çıxıb bizim çastımız Qumçaq şəhəriydi. Hamı yola yaxın idi. Getdik ora çatdıq, dedim əgərində kimsə görüşərik. Nə Yusuf'da? Biraz getdim orada. Buradan keçəcəm belə. Akaz və onlar keçib mən biraz geçmişəm. Keçdilər. Sonra orada Özbək, Kazak uşaqlar var idi, Ruslar. Soruşdum, dedim bir rotada keçirlər. Dedim Mərzayev Yusuf var burada. Onu görmək dedi, onlar rotada qabaqda get. Dedi ki, onlar keçmir. Çatamam. Qunduzda Azərbaycanı yox idi yanında. Var idi demirəm. Qunduzda olan... Bugün dedim mən, orada gəlib kətdə evləndi, ona görə tanıdım. Ha, orada evlənmişdi, tanıyıram da. Gəlib görüşürdük. Indi də vəziyyətə görə birbirimizi görəmirdik. Bu saat qovum. Oradan o dərəcə vaxtı. Ama orada Azərbaycanlı olanlar yani tanıyıram da burada da görüşürük. Yani elə bir axtardığım oğlan yoxdur. Ola bilər mənim yadımdan kimsə çıxar, bağışlasınlar.
Orada olan yaddaşım da biraz zəifli. Kimsə məsələn ola bilər 5 ay, 3 ay, 2 ay bir yerdə olmuşuq onun yardımları. Mənim yanıma gələn Azərbaycana biraz aşağı prezidentləri idi, gəlib çıxmışlar. Yaxşı, Ben ona bak. bir sual söhbətimizi qutarırıq çünki uzun çəkməsin. Bu Evet. Əfqan veteranlarla görüşürsünüzmü? Tədbirdə zada yad edirlərmi sizi? Yəni belə 15 fevralda zada. Yox, elə bir tədbirlər yoxdur. Yəni kim təşkil edəcək ki? Eləyən olsa yəni yığışar da yarın ki uşaqlar bir yerə. Yoxdur, hə, əlaqə yoxdur. Yox, elə bir tədbir yox ki, məsələn, Əfqanistandan uşaqlar, hansasa yığışan bir yerə, yəni bilmirəm, indi o dövlət səviyyəsində, yoxsa elə adi özümüz olmar, o da adadır, hepsi adamı öz hayında, yəni elə bir şey yoxdur, yalan deyil. Anladım. Evet dostlar, gəlin görüşümüzü yekunlaşdıraq. Buyurun, kim tanısa bizim kirvəmizi Əfqanistan veteranı Süleymanov Bəxtiyar Bayramoğlu'nu 1967 təvəllüd. Buyursun, yazsın burada şart bölməsində, biz də sizləri konuşturaq. Ola bilər kimsə, Buyurun. sağ olun, kimsə yadına salarsa, məni düz hesab eləsin, ola bilər mənim neçə illərdir keçib, yaddaşım da biraz zərfdir, yada salsa, yarın yadıma düşər hardasa. Epizodlardan danışsalar bilərik. Oldu. Çox gözəl, Kirvə. Sağ ol. Bugünkü söhbətə görə. Sən də sağ ol. Allah canı sağ eləsin.